Ucuz görünən, amma illərlə ucuz qalan şirkətlər mövzusu bizə fond bazarının ən vacib dərsini öyrədir. Ucuzluq və dəyər eyni şey deyil. Həqiqi dəyər investoru zibillikdə eşələnən biri deyil. Həqiqi dəyər investoru möhtəşəm şirkəti ədalətli qiymətdə alan və ya yaxşı şirkəti müvəqqəti çətinlik zamanı ucuz qiymətə alan şəxsdir. Əgər bir şirkət ucuzdursa və sənayesi ölürsə, yəni struktur tənəzzülü yaşayırsa, borcu artırsa, rəqabət üstünlüyünü itirirsə, idarəçiləri, səhmdarları düşünmürsə, o şirkət fürsət deyil. O şirkət sizin portfeliniz üçün bir parazitdir. Invest Akademiya olaraq investisiya qərarları verərkən sadəcə PE nisbətinə baxaraq qərar verməyin. Biznesin keyfiyyətinə, pul axınlarına və gələcək perspektivlərinə fokuslanın. Bəzən biraz baha görünən keyfiyyətli şirkət illərlə yerində sayan ucuz şirkətdən qat-qat daha sərfəli investisiyadır. Pulunuzu tələlərə deyil, böyüməyə və keyfiyyətə yönəldin.